Həmişə mən suallar verirdim motosiklet haqqında. Bu dəfə suallar mənə veriləcək, amma GPT tərəfindən. Daxil olaq GPT-yə görək nə göstərir. A few moments later. 4 dənə çox maraqlı sual verdi bu mənə. Həqiqətən də diqqətimi çəkdi suallar. Deməli, birinci sual odur ki, sən motosikletə başlamazdan əvvəl niyə xüsusi maraq göstərmirdin? Açığı deyim, mən həqiqətən maşın adamı olmuşam. Motosikletə çox böyük bir nifrət bəsləyən bir insan olmuşamdır. Bilmirəm niyə. Mənə görə konkret ölüm idi da. Sonradan o fikir dəyişməklərini demirəm, amma maşın sevən zar olaraq mənə görə o motosiklet konkret ölüm idi. Niyə motosikleti kəsdiyimi də bir gün içində kəsmişəm, düzdür. Amma onu deməsəm daha yaxşı olar. Düzdür, elə də böyük bir şey deyil, sadəcə də yəni həvəs olsun, nə bilim adrenalin formalaşması olsun, belə şeylər. Keçək ikinciyə görə nə deyirik burada? Sənin üçün motosiklet sürməyə başlamağın necə bir dönüş nöqtəsi oldu? Deyəsən elə bunun cavabını verdin, də mən birinci sualda. Üçüncü suala keçək. Hansı motosiklet səni ilk dəfə həqiqətən heyran etmişdi və niyə? Bu qəşəng sualdır əslində. Buna maraqlı bir cavabım da var ki, çəpgöz deyək də belə. Bundan əvvəlki videomda da danışanda orada var idi çəpgöz söhbəti. BMW S1000-lərin 2015-dən sonraki hissəsi də yox. Nəsə də siz özünüz başa düşdünüz. 2015-2019 aralığı. 19-a qədər, 19-da təzə kuza çıxdı da. O ciddi aqressiv baxışlar olan. Onu əslində mən maşın həvəskarı olan vaxtlarımda onu görmüşdüm yolda bir iki dəfə videolarda falan. Demişdim bu nədir də? Yəni sən BMW-sən, niyə belə çirkin bir şey buraxasan? Niyə belə çirkin bir şey istehsal edəsən ki? Amma onu mən realda gördüm. Yəni motosiklet sevgimə başlayandan sonra həqiqətən də dedim ki, mənə görə ən pik motosiklet budur. Cəmaət H2R falan xoşlayır, Panigale xoşlayır, amma mənə görə çəpgözdən o tərəfəsi yoxdur. Keçək o suala. Əgər bir motosiklet seçmək imkanın olsaydı, hansı motosiklet seçərdin və nə üçün? Sırf birini seçəsi olsaydım, yenə çəpgözü seçərdim. Ki, nə bilim, o motosikletə aşiqəm də mən. Həm səsi olsun, həm görünüşü olsun, həm o belə baxışları olsun. Heç nəyə dəyişmirəm də mən motosikleti. Nəsə, sualları bir dəfə GPT alıb verdi. GPT-dən bu dəfə xoşum gəlmədi. Çoxşuma ki, elə şikayət edəcəm. Millət, nələrinizi çatdırım ki, inşallah Allahın izli ilə mayın 2-si Bikelanddə sezonun açılışına özel olaraq bir festival olacaq, motosiklet festivalı. Aşağıdan profillərini taq eləyəcəm, özlərindən də məlumat ala bilərsiniz. Burada da postu görürsünüz. Orada olacaq inşallah. Gözəl gün keçirdəcəyik. Sezonun açılışına özel olaraq qəşəng bir videolarımız da olacaq. Sezonda onsuz da qəşəng videolarımız da olacaq. Bunları sizin deməyimə ehtiyac yoxdur. Özünüz izləyib baxacaqsınız. Bundan da əlavə geyimlər üçün də aşağıdan səhifə qoyacağam. Oradan əlaqə saxlayıb sifariş edə bilərsiniz. Videoda da maksimum dərəcədə dəstəyinizi gözləyirəm sizlərə. Aşağıdan video haqqında rəylərinizi də yaza bilərsiniz. Təkliflər və əlavələriniz varsa onları da gözləyirəm.